Salam izləyicilər, bu video dərsdə şəbəkə modeli haqqında məlumat verəcəm. Elə isə başlayaq. Şəbəkə tipli model verilənlər bazasında məlumatların əlaqələr vasitəsilə təsvir olunmasına əsaslanır. Bu model iyerarxik modelə bənzəsə də əlaqələrin qurulması baxımından daha çevik və geniş imkanlıdır. Şəbəkə tipli modeldə iyerarxik modeldən fərqli olaraq birin birə, birin çoxa, çoxun çoxa funksional əlaqələrlə yanaşı çoxun birə əlaqəsi də həyata keçirilir. Bu xüsusiyyət şəbəkə tipli modelə daha mürəkkəb strukturlu verilənləri saxlamağa imkan verir. İyerarxik tipli modeldə əlaqə həmişə yuxarıdan aşağıya qurulur, yəni hər bir obyektin yalnız bir valideyni olur. Ona görə də burada çoxun bir əlaqəsi yoxdur və eyni zamanda çoxun əlaqəsi də birbaşa mümkün deyil. Bundan öncəki videoda isə qeyd etmişdik ki, çoxun çoxa əlaqəsi yalnız qeydiyyat, yəni düyünü vasitəsilə, yəni orta düyün vasitəsilə bu mümkün olur. Yəni amma birbaşa mümkün olmur. Ekranda görürsüz, işçilər bir şöbəyə aiddir. Bir şöbənin də bir neçə işçisi olur. Şəbəkə tipli modeldə isə verilənlər qraf strukturu kimi təşkil olunur. Yəni belə ki, burada elementlər qovşaq və əlaqələr vasitəsilə bir-biri ilə bağlanır. Bu səbəbdən bir verilən birdən çox digər verilənlə əlaqəli ola bilər. Yəni yuxarıdakı misalda dedik ki, işçilər yalnız bir şöbəyə aiddir, yəni tabedir. Burada isə məsələn işçi 2 həm şöbə A ilə, həm də şöbə B ilə əlaqəlidir. Eyni zamanda şöbə A həm işçi 1 ilə, həm də işçi 2 ilə əlaqəlidir. Şəbəkə tipli modelə misal olaraq bəzi nümunələrə nəzər salaq. Məsələn, bu sxemdə universitet əsas obyekt kimi göstərilir. Onun daxilində 2 fakültə fəaliyyət göstərir. Riyaziyyat fakültəsi və kompüter elmləri fakültəsi. Bu fakültələr universitetin struktur hissələri kimi təqdim olunur. Hər fakültə isə digər bölmələrlə əlaqəlidir. Məsələn, Riyaziyyat fakültəsi kitabxana ilə, kompüter elmləri fakültəsi isə kompüter laboratoriyası ilə birbaşa əlaqəlidir. Eyni zamanda sxemdə fakültələrin digər bölmələrlə də əlaqədə ola bildiyi göstərilir. Məsələn, kompüter elmləri fakültəsi kitabxanadan da istifadə edə bilər. Eyni zamanda Riyaziyyat fakültəsi isə kompüter laboratoriyası ilə də əlaqədə ola bilir. Bundan başqa kompüter elmləri fakültəsi də Riyaziyyat fakültəsi ilə əlaqədə ola bilir. Beləliklə bu sxem göstərir ki, bir obyekt eyni anda bir neçə obyektlə əlaqə qura bilir. Belə çoxsaylı əlaqələr şəbəkə modelinə xasdır və bu modeldə elementlər bir-biri ilə müxtəlif istiqamətlərdə əlaqələnə bilir. Başqa bir misala da nəzər salaq. Bu sxemdə mağaza əsas obyekt kimi göstərilir. Mağaza ilə müştəri, menecer və satıcı arasında əlaqə var. Müştəri və menecer sifarişlərin formalaşması ilə əlaqəlidir. Satıcı isə həm sifariş, həm də mallarla əlaqəlidir. Bu isə verilənlər arasında bir neçə istiqamətli əlaqələrin qurulduğunu göstərir və şəbəkə modelinə uyğun bir quruluş yaradır. Başqa bir misala da nəzər salaq. Bu sxemdə layihə əsas obyekt kimi göstərilir və o layihə 1 və layihə 2 kimi hissələrə, yəni alt layihələrə bölünür. Layihələri həyata keçirmək üçün şöbə A, şöbə B və şöbə C işləyir. Yəni hər bir layihə müxtəlif şöbələrlə əlaqədədir. Belə ki, layihə 1 üzərində şöbə A, şöbə B və şöbə C işləyir. Layihə 2 üzərində isə şöbə B və şöbə C işləyir. Burada şöbə B və şöbə C hər iki layihədə iştirak edir. Bu cür əlaqə şəbəkə modelinə aiddir, çünki hər bir element bir neçə obyektlə əlaqəlidir. Şəbəkə modelinin əsas üstünlükləri aşağıdakılardır. Verilənlər arasında mürəkkəb və çoxsaylı
əlaqələri qurmaq imkanını verir. Çoxun-çox əlaqələrini birbaşa dəstəklədiyi üçün məlumatların daha real strukturu qurula bilir. Verilənlərə bir neçə müxtəlif yolla müraciət etmək mümkündür. Böyük və mürəkkəb verilənlər bazalarında səmərəli işləyə bilir. Şəbəkə modelinin əsas çatışmazlıqları isə aşağıdakılardır. Modelin quruluşu mürəkkəbdir və başa düşülməsi çətindir. Verilənlər bazasının yaradılması və idarə olunması daha çox vaxt və resurs tələb edir. Yəni, bu deməkdir ki, baha başa gəlir. Proqramlaşdırma və sistem dəyişiklikləri zamanı strukturun dəyişdirilməsi çətin olur. İstifadəçi üçün istifadəsi və saxlanması iyerarxik və ya müasir modellərlə müqayisədə daha çətindir. Şəbəkə tipli modelin istifadə olunduğu sistemlər bunlardır. Ekranda görürsünüz. Şəbəkə modeli ilə bağlı bu qədər məlumat zənnimcə yetərlidir. Videonu bəyəndiyinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanı bilsinlər. Hələlik sağ olun.